Ümumiyyətlə çox maraqlı bir mövzuya toxundunuz. Mən bu mövzu ilə bağlı bir problemi səsləndirmək istərdim. Biz işçini deyək ki, sistemə daxil edirik. Sistemə daxil edən zaman biz onun əvvəlki iş yerindən hansı maddə ilə ayrıldığını görə bilmirik. Məsələn, nümunə olaraq göstərirəm. İşçini götürürük işə. Sistemə daxil edən zaman ola bilər ki, işçi daha əvvəlki iş yerindən 70-ci maddənin, əmək məcəlləsinin 70-in C-si ilə ayrılmış olsun. Yəni qovulma ilə, lora dildə desək, ayrılmış olsun. Biz onu görə bilmirik. Yəni bu maddə ilə işdən azad olunan, yəni xitam verilmiş işçini müəssisəmizdə yer almasını istəmərik təbii ki. Yəni eyni maddəni gəlib bizim şirkətdə də eyni hadisəni törətməsində. Bununla bağlı nə edə bilərik? Bu ümumiyyətlə olmalıdırmı? Bu informasiya görülməlidir, yoxsa görülməməyə yeri daha məsləhətdir? Elə görünməməyə məsləhət olduğu üçün, çünki bu eyni zamanda söz ki, işə götürənlər üçün bu hissə maraqlıdırsa, qarşı tərəfdən də baxdıqda işçilər üçün də qeyd edilən məlumatların bir növ belə deyək də görünməməsi, onların elə bayaq da danışdığımız fərdi məlumatlar hissəsi ilə bağlı olaraq onlar da əksinə belə müraciət ünvanlayırlar ki, qeyd edilən hissənin görünməsi mənim gələcəkdə karyerama və s. təsir edir. Və mən istərdim ki, Orxan müəllim, artıq verilişimizin son